Masazır qəsəbəsində 569 nömrəli marşrut xəttinə 44 addım darvazadan marşrut xəttinədir. 44 addım atırsınız, dəyərli dostlarımız. Sizlərə 2 mərtəbə, 4 otaqlı, kupçalı 92.000 manata mülk təqdim eləyəcəm. Mülkümüzün həyətinə bir neçə avtomobil sərbəst şəkildə daxil etmək mümkündür. Həyətyanı sahə ağlay daşlarla örtülüb. 4 otaqlıdır, mərtəbələr arası monolit betondur. Evin arxa tərəfinə də keçid kodu var. Hamısını videonun içində bir-bir təqdim eləyəcəm. Dəyərli dostlarımız, bir daha təkrar eləyirəm. Darvazanın önündən marşrut xəttinə 44 addım. Mən şəxsən özüm saymışam, 44 addımdır. 055 291 3565 mənim əlaqə nömrəmdir. Başlayaq təqdimata. Geniş bir şəkildə həyətyanı sahəsi var, dəyərli dostlarımız. Buradan padvan sahəsinə giriş koduna kimi qoyulub, hazır bir vəziyyətdədir. Keçid etmək mümkündür. Qupquru bir ərazidir, zəhmət olmasa təqdim eləyək. İstilik sistemi kombidir. Burada nəzərdə tutulub, aparatura yığılıb, kanalizasiya sistemi mərkəzidir, tam mərkəzi. Mərkəzi giriş darvazasıdır. Qaz, su, işıq çəkilib, sayğaclar quraşdırılıb, tamamilə hazır vəziyyətdə. Kanalizasiyanın drenajlarına kimi qoyulub, geniş bir şəkildə həyətyanı sahəni sizlərə təqdim edirik. Ağlay daşlarla örtülüb, dəyərli dostlarımız. Yerdən də 5 daş kürsüdədir. Həyət üçün krantılar kimi də qoyulub. Həyət krantı, yerdən kürsü sahəsi, eyvana keçid koduna kimi var. Bismillah eləyək, keçək evin içi ilə tanış olaq. Ya Allah. Bismillah. Demək, dəyərli dostlarımız, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Ümumilikdə 2 mərtəbə 4 otaqlıdır, kupçalıdır. Girişdən solda yerləşir evin mətbəx sahəsi, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Hər mərtəbənin istilik sisteminin xəttinə kimi çəkilib, mətbəx mebelinin yerləri, aksesuarların xətləri hamısı hazır vəziyyətdə. Tavan sahəsi alçıbandı spot lampalarla qəşəng işləmələr işlənilib. Burada yerləşir evin qonaq otağı. İstəsəz, mətbəxi çıxardıb digər sahəyə keçirtmək mümkündür. İzahat verəcəm. Çox gözəl qonaq otağı var. Twistentin xəttinə kimi çəkilib. Tavan sahə alçıbandı. İşıqlar qoşulub, sadəcə olaraq lampalar xarab olduğuna görə videomuz qaranlıq düşə bilər, üzrlü sayın. Buradan evin arxa tərəfinə keçid etmək mümkündür. Burada da kanalizasiyanın xəttinə kimi çəkilib, ehtiyat su çəninə kimi qoyulub, dəyərli dostlarımız. Əlaqə nömrəsi ilə əlaqə saxlayın, səhifəni bəyənib, like etməyi unutmayın. Keçək, burada 1-ci mərtəbədə qalan sanitar qovşaqla sizləri tanış edəcəm. Dəyərli dostlarımız, 1-ci mərtəbəyə məxsus sanitar qovşaqdır. Aksesuarların xətlərinə kimi hamısı çəkilib tamamilə hazır vəziyyətdə. Qalxaq 2-ci mərtəbə ilə sizləri tanış edeyim. 2-ci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq və yataq otaqlarından birindən eyvana keçid etmək mümkündür. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. İri kvadratda yataq otaqları var. 1-ci yataq otağı, pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdədir. 2-ci yataq otağı, mərtəbələr arası monolit betondur. Burada yerləşir sanitar qovşaq, duş kabini üçün yerdə nəzərdə tutulub, havalandırma üçün pəncərə sahəsi də var. Və sonuncu olaraq yataq otağı ilə sizləri tanış edirəm. Gəl zəhmət olmasa, pəncərədə öz həyətyanı sahəsinə baxır. Dəyərli dostlarımız, bu yataq otağından eyvana keçid etmək də mümkündür. Gözəl bir eyvan sahəsi var. 055 291 3565 mənim əlaqə nömrəmdir, dəyərli dostlarımız. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. 2 mərtəbə, 4 otaq, 92.000 manata kupçalı olaraq. Marşrut xəttinə də tam yaxındır, ideal bir yerdə yerləşir, hündür bir ərazidədir. Gələn videolarda sağ olun, sağlıqla qalın.